Heç düşünmüsünüzmü ki, düşməni məhv etmək üçün intiharçı fədailərdən ilk dəfə harada və nə vaxt istifadə olunub? Çoxları bunun İkinci Dünya müharibəsi zamanı kamikadzelər olduğunu düşünür. Bu, əksər insanların futbol üzrə ilk dünya çempionlarının hansısa Urugvay deyil, İngilislər və ya Braziliyalılar olduğunu düşünməsinə bənzəyir. Şübhəsiz ki, Yaponlar düşməndən qurtulmağın bu tam ənənəvi olmayan üsulunu qəhrəmanlıq dərəcəsinə çatdırıblar. Hər bir Yapon işində olduğu kimi, bunda da bir fəlsəfə tapıblar. Məhz buna görə də kamikadze sözü terrorla assosiasiya olunmur. Mərkəzi və Cənubi Asiyanın, Yaxın Şərqin və Şərqi Afrikanın bəzi ölkələrində İsmaili icmaları yaşayır. Təxminən 30 ölkədə ümumi sayı 15 milyon nəfərə yaxın insan yaşayır. Etiqadları İslamın şiəlik cərəyanıdır. Lakin eyni zamanda digər İslam cərəyanlarından öz təhsilə can atmaları, həyata baxışları, hicabın mütləq geyilməsi tələbinin olmaması ilə fərqlənirlər. Fəal şəkildə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olurlar. İslamın Cəfər Əs-Sadiqin böyük oğlu İsmayılı imam kimi tanıyan qollarından biri hesab olunan İsmailiyyə budağı 8-ci əsrdə yaranıb. Öz növbəsində İsmaillər də bir neçə qola bölünüblər. Onların ən böyüyü Nizarilərdir. Nizar, Misir Fatimi xəlifəsi Əl-Müstənsirin böyük oğlu idi. Ölümündən əvvəl Əl-Müstənsir Fatimi xilafətinin idarəçiliyini kiçik oğlu Əl-Müstəliyə ötürərək, böyük oğlu Nizarı taxt-tac varisliyi hüququndan məhrum etdi. Taxt uğrunda mübarizədə Nizar əsir düşdü və 1095-ci ildə edam edildi. Yəməndə və Qərbi Hindistanda imam kimi Əl-Müstəlini tanıdılar. Farsda, İraqda və Suriyada isə Nizarı. Bu vaxta qədər Fars İsmailləri, yəni Nizarilər, Elbrus dağlarında Alamut və Lamasar da daxil olmaqla bir sıra qalaları ələ keçirmişdilər. Bu, Nizari dövlətinin yaradılmasının əsasını qoydu. Daha güclü dövlətlərin əhatəsində olan Nizarilər, qonşu dövlətlərin hakimiyyətində olan insanları terror etməyə başladılar. Bu, sağ qalmaq üçün bir növ mübarizə taktikası idi. Açıq və geniş miqyaslı döyüşlərdən qaçaraq, onlar gizli qətl, kəşfiyyat və qorxutma taktikalarından istifadə edirdilər. Onların daimi bazası Farsda yerləşən Alamut qalası idi. Onlar həmçinin Suriyada bir sıra qalaları idarə edirdilər. Öz kiçik dövlətində güclü ordu yaratmaq imkanı olmayan Nizarilərin o zamanki imamı Həsən ibn Səbba bütün qonşu dövlətlərin hökümdarlarını dəhşət içində saxlayan bir növ xüsusi xidmət orqanı yaratdı. Demək olar ki, istənilən məlumatı əldə edə bilən nəhəng informator şəbəkəsinə malik olan Nizarilər, demək olar ki, həmişə qarşıdakı məqsədə çatırdılar. Hakimiyyət sahiblərinin və dövlətlərin mənafeyi üçün bu işlə haşhaşilər məşğul olurdu. Haşhaşin sözü öz başlanğıcını ilk həşiş çəkənlərdən götürür. Bu barədə müxtəlif fikirlər mövcuddur. Lakin bu versiyanın əsası var. Haşhaşilər ölümü sevinç təbəssümü ilə qarşılayırdılar. Çünki cənnətə düşəcəklərini düşünürdülər. Belə qorxusuzluğa xüsusi psixoloji təsir metodları ilə nail olunurdu. Potensial fədailəri əvvəlcədən həşiş və ya tiryək laləsi ilə uyuşdurur və belə vəziyyətdə hökümdarın cənnət həyatını imitasiya edən saraylarından birini aparırdılar. Haşhaşin özünə gəldikdən sonra ətirli bağ, tovuz quşları və fəvvarələr, gözəl qızların əyləndiyi dəbdəbəli saray görürdü. Qızlar onu müxtəlif həzlərlə məmnun edirdilər. Müxtəlif təamlar və içkilərlə qonaq edirdilər. Və bunların hamısı real idi. Bu, yuxu deyildi. Fədai əlləri ilə bu gözəl qızlara toxuna bilər. Onlarla istədiyi kimi əylənə bilərdi. Ona heç nə də yox deyilmirdi. İstədiyi qədər təamlardan dada bilərdi. Və bütün bunlar üçün pul ödəmək lazım deyildi. Hər şey tam buyurulduğu kimi idi. Və bu, onların anlayışında cənnət idi. Xüsusi təlim keçmiş qızlar, hurilər ölüm namizədlərinə deyirdilər ki, burada həmişəlik qalmaq üçün ona tezliklə ölmək lazımdır və buradakı həyat əbədidir. Digər hallarda tam ekstaz üçün bu səhnəni daha bir dəfə təkrarlamalı olurdular. Ümumiyyətlə, imitasiya ən yüksək səviyyədə idi. Sonra onu, yəni fədaini yenidən yuxuya verirdilər. Fədai özünə gəldikdən sonra o, qəhrəmanlıq göstərməyə və yenidən cənnətə qayıtmaq üçün ölməyə tam hazır olurdu. O, tərəddüd etmədən ona göstərilən qurbanı məhv etməyə və onun yanında ölməyə, yaxud sahibinin göstərişi ilə intihar etməyə hazır idi. Şərqdə haşhaşiləri fədai adlandırırdılar. Ərəbcədən tərcümədə özünü qurban verən, məhkum olunmuş deməkdir. Avropada haşhaşin adını asasinə dəyişdi. Sasinlərin vəzifəsi yalnız imamın, yəni hökümdarın, sahibin əmrlərini kör-körana yerinə yetirməkdən ibarət idi. Həmçinin imamın yanında qonaq olan 2-ci Henriksin qarşısında intihar aktının törədildiyi səhnə də məlumdur. İmam öz hörmətli qonağını yüksək bir qalaya gətirdi.
Qalanın divarında döyüşçü assasinlər dayanmışdı. İmam II. Henrik isə dedi ki, əgər o istəsə, əlinin bir işarəsi ilə döyüşçülərdən biri özünü qaladan başı aşağı atacaq. Qonaq dərhal inanmadı. Lakin imamın əl işarəsindən sonra döyüşçü özünü başı aşağı atanda II. Henriksin heyrəti sonsuz oldu. Şok effekti yaradan isə imamın ikinci dəfə əl işarəsi etməsi oldu. Elə həmin saniyə ikinci döyüşçü də özünü başı aşağı atdı və əvvəlki kimi daşlara dəyib parçalandı. Bu, tabeliyində olanların limitsiz sədaqəti ilə öz qüdrətini sübut etmək üçün idi. Assasinlər hər yerə nüfuz edir və uzaqlara qorxu və sir yayırdılar. Assasinlər tərəfindən icra edilən saysız, hesabsız, ən cəsarətli qətl hadisələri insanı heyrətə salırdı. Lakin assasinlərin öz qurbanlarına yaxınlaşdıqları o məharət və səbir də heyrətləndirirdi. Bir dəfə bir assasin Kristian rahibi roluna girdi və bunu elə imitasiya etdi ki, yepiskop səlibçinin sevimlisi və yoldaşı oldu. Yepiskop onun himayədarı idi. Bu isə əlbəttə ki, assasinə onu öldürməyə mane olmadı. Assasin gələcək qurbanın yanına mehdər kimi işə düzələ və başladığı işi tamamlamaq üçün uzun müddət əlverişli məqamı gözləyə bilərdi. Assasinlər hər bir tapşırığa soyuqqanlılıqla yollanırdılar. Baxmayaraq ki, qətldən sonra cəzanın gələcəyini bilirdilər. Lakin heç bir edam onları qorxuda bilməzdi. Onlar sarsılmaz şəkildə işgəncələrə dözür, tonqallarda yanır, lakin sirləri açmırdılar. Edamdan qaçmaq üçün çox vaxt assasinlər intihara əl atırdılar. Assasinlər nəinki öldürürdülər, bəzən qisas almaq və ya qorxutmaq üçün yanğınlar törədirdilər. Assasinlər həm əlbəyaxa, həm də müxtəlif silahların köməyi ilə döyüşməyi əla bacarırdılar. Onlar ən yaxşı mühafizə olunan yerlərə girməyə imkan verən cilddəyişmə sənətini dərindən öyrənirdilər. Tarixdə məhz onlar, assasinlər, ideya naminə şüurlu şəkildə ölümə gedərək yüksək vəzifəli şəxsləri öldürmək üçün canlarını qurban verən ilk mütəşəkkil fədailər hesab olunurlar. Bütün bunlar 11-ci əsrdən 13-cü əsrə qədər baş verirdi.